Hər evdə gizlənmiş bir oğru var. O nə qapı arxasında gizlənir, nə də qaranlıqda pusqu qurur. O masanın üstündədir, cibindədir, ovucunda işıq saçır. Sən ona etibar edirsən, ona ürəşmisən. Hətta onun nə qədər tez-tez əlinə aldığını belə hiss etmirsən. O malını oğurlamır. O geri qaytarılması mümkün olmayan şeyi aparır. Sənin vaxtını. Hər gün az alır. Dəqiqələr ayələrə çevrilə bilərdi. Saatlar namazda qiyama dura bilərdi. Bəlkə də adi günlərdə bu itkini o qədər də dərindən hiss etmirsən. Amma Ramazanda vaxtın dəyəri dəyişir. Bir səcdə əbədiyyəti dəyişə bilər. Bir səmimi göz yaşı bağışlanmaya səbəb ola bilər. Məhz bu ayda itkilər daha ağır olur. Quranı açırsan, yayınırsan. Zikr etməyə hazırlaşırsan, təxirə salırsan. Təhəccüd üçün tez yatmaq istəyirdin, amma ekranda qaldın. Sən Ramazanı itirmək istəmirdin, sadəcə biraz yayındın. Amma vaxt getdi. Ən dəyərli saatlarını Allah üçün saxla. Səni yayındıranları heç olmasa bir müddət uzaqlaşdır. Quranı gününün sonunda yox, əvvəlində et. Çünki Ramazandan sonra peşmanlığın ağrısı onun içindəki yorğunluqdan daha ağır ola bilər. Və ən qorxulusu bu olacaq. Sən etmədiklərin yox, edə biləcəyin halda vaxtın barmaqlarının arasından axmasına icazə verdiklərin.